Salam əziz fizika sevənlər. Biz bu gün də fizika elminin işığına yığışmışıq. Hamınızı kanalımda xoş gördüm. Bugün də sizinlə birlikdə çox maraqlı və bir o qədər də vacib bir mövzuya toxunacağıq. Bu elə bir mövzudur ki, təkcə imtahanda qarşınıza çıxmır. Gündəlik həyatda baş verən bir çox hadisəni anlamağımızda bizə kömək edir. Heç düşündünüzmü, bir cisim niyə yerə düşür? Və yaxud da futbolçu topa zərbə vurduqda topun niyə forması dəyişir? Hətta biraz da irəli gedək, əgər bütün insanlar eyni anda göydən yerə atılsaydı, bu dünyada nəsə dəyişərdimi? Bax, bugün biz məhz bu suallara cavab tapmaq üçün bu mövzunu öyrənəcəyik. Hərəkəti izah edən, riyazi dillə danışan düsturları anlamış olacağıq. Bir maşını hərəkətə gətirmək üçün nə etməliyəm? Təbii ki, toxunmalıyım. Ümumiyyətlə, cisimləri hərəkətə gətirən nədir? Təsir nədir? Bəs siz insanlara necə təsir edirsiniz? Bugün təsir fizika əlifbası ilə desək, qüvvə anlayışı ilə sizi tanış edəcəm və Newton qanunlarını öyrənəcəyik. Amma bu dərsdə biz sadəcə qüvvə nədir sualına cavab axtarmayacağıq. Təbiət qanunlarının qüvvə ilə harmoniyasını hiss edəcəyik. Nədir qüvvə? Qüvvə fizikanın döyünən ürəyidir əzizlərim. Qalileyin nisbilik prinsipindən yola çıxan Newton, natural fəlsəfənin riyazi əsasları kitabında qüvvəni daha yaxşı izah etmiş, həmin anlayışı riyazi formaya salmışdır. Bundan sonra da fizika elminin inkişafı daha da sürətlənmişdir. Məhz buna görə də Newton fizikanın atası hesab olunur və fizika demək olar ki, buradan başlayır. Gəlin bu təməli daha da möhkəmləndirək və başlayaq. Məsələn, adi bu stəkanı buradan götürüb mətbəxə qoyuramsa, yəni ona nə edirəm? Toxunmuşamsa, ona təsir etmiş sayıram. Və ya bir yayı dartanda ya da sıxanda nə baş verir? Forma dəyişir. Bu da qüvvənin varlığının sübutudur əslində. Bəzi qüvvələr də var ki, sahə vasitəsilə ötürülür. Ağırlıq qüvvəsi dərsində bunu daha yaxşı anlayacaqsınız. İndi gəl digər halı düşünək. Bir cisim dayanıb, sonra hərəkətə başlayır. Ya da hərəkət edirdi, birdən dayandı. Bəs bu necə olur? Burada bir qüvvə var əslində. Qısaca səlzələrin ətrafına baxanda özündən həmişə soruş. Bu cisim hərəkətə keçibsə, ona qüvvə təsir edibmi? Dayanıbsa, yenə bir qüvvə mi onu saxlayıb? Forması dəyişibsə, səbəb nədir? İstiqaməti dəyişibsə, kim dəyişdi? Bütün bu halların ortaq nöqtəsi var. Qüvvə. Gəlin dediklərimizi rəsmləşdirək. Getdik. Burada qüvvənin artıq tərifini görürsünüz. Gəlin bir də PDF-dən oxuyaq. Deyilir ki, cisimlərin bir-birinə təsirini xarakterizə edən fiziki cəmiyyət qüvvə adlanır. Qüvvə vektorial cəmiyyətdir. F hərfi ilə işarə olunur. Qüvvə 3 əsas anlayışla xarakterizə olunur. Ədədi qiyməti, tətbiq nöqtəsi və istiqaməti. Nə demək istəyirəm? Baxın, deyək ki, mən bu masanın üzərindəki stəkana sağa doğru bir 20 Newton qüvvə ilə təsir göstərirəm. Fikir verək, tətbiq nöqtəsi haradır? Tətbiq nöqtəsi mənim əlimlə stəkan arasındakı, bax bu hissədir, tətbiq etmişəm. Tamam mı? Nə oldu? Tətbiq nöqtəsi. Sağa doğru hərəkət elətdirirəmsə nə olur bu? İstiqamət olur. Bir qiymət vermişəm, deyilmi? 20 Newton. Bu da nə oldu? Ədədi qiymət oldu. Yəni, qısası, qüvvəni 3 əsas anlayışla biz bu şəkildə xarakterizə edə bilərik. Tətbiq nöqtəsi, ədədi qiyməti və istiqaməti hökmən olmalıdır. Yaxşı, niyə F hərfi ilə işarə edirik deyirsinizsə, ümumiyyətlə bilin ki, qüvvə ingilis dilində force sözündən götürülmüşdür və baş hərfinə uyğun olaraq da qüvvə anlayışı bizə gəlib çatmışdır. Qüvvənin vahidi isə İsaac Newtonun şərəfinə 1 Newton olaraq adlandırılmışdır və qüvvəni təyin eləmək üçün dinamometr adlanan cihazdan biz istifadə edəcəyik. Dinamometrin iş prinsipi isə Hooke qanununa əsaslanır. Növbəti anlayışımız olacaqdır əvəzləyici qüvvə. Nədir əvəzləyici qüvvə? Gəlincə bir tərifinə baxaq. Cisim eyni zamanda bir neçə qüvvənin təsirinə məruz qaldıqda, həmin qüvvələrin hamısının birgə təsirinə bərabər olan qüvvədən istifadə olunur. Əvəzləyici qüvvə
cismə tətbiq olunan qüvvələrin həndəsi cəminə bərabərdir. Baxın, burada riyazi yazılışını da görmüş olursunuz. Yaxşı, biz əvəzləyici qüvvəni necə başa düşə bilərik? Təsəvvür edin ki, 5 dostunuz yolda getdiyiniz yerdə avtomobiliniz xarab oldu. Qəfildən yerə düşürsünüz, dostunuzla birgə avtomobili hərəkət etdirməyə çalışırsınız. Ancaq gücünüz çatmır və qəfildən güclü bir pəhlivan gəlir, deyirsiniz, çəkilin, mən özüm bu avtomobili hərəkətə gətirəcəm və həqiqətən də tək başına avtomobili hərəkətə gətirə bilir. Məhz ona görə də deyirik ki, güc birlikdədir. Əslində yox, bizə elə gəlir. Bəzən elə tək başına da güclü olmaq olar. İnsan var, bir ordunu əvəzləyə bilir. Bir orduya bərabərdir. Məsələn, Mübariz İbrahimov. Bir ordunun işini tək başına etmişdir. Bir ordunu əvəz etmişdir. İnsan tək başına da güclü ola bilər. Bunun üçün mətin olmaq, sizi yıxa biləcək küləklərə sinə gərmək, ayağınızı dəyən daşları yolunuzdan təmizləmək lazımdır. Həyat prinsipiniz belə olsa, görməyəcəyiniz iş, əvəz etmədiyiniz insan qalmayacaqdır. Biz sizə uğurlar arzu edib, qazandığınız uğurlarda pay sahibi olmaq üçün buradayıq. Biz nə təşəkkür üçün, nə də kiminsə çox sağ olu üçün bu işi görmürük. Bir məktəbi, bir təhsil köşəsini, Azərbaycanda fizika elmini öz çapımızda əvəz etməkdən qürur duyuruq. Və beləliklə əvəzləyici qüvvə ilə də sizi bu şəkildə tanış elədim. Yaxşı, indi gəlin əvəzləyici qüvvənin tapılma qaydalarından danışaq. Birinci hala baxaq. Deyək ki, iki qüvvə vektorları bir-birlərindən müəyyən fi bucağı təşkil edirlər. Bu 60 dərəcə ola bilər, 120 dərəcə ola bilər və s. Məhz bu şəkildə verilərsə, əvəzləyici qüvvəni riyaziyyatın qaydalarına əsasən kök altında F1 kvadratı, üstə gələk F2 kvadratı, üstə gələk 2F1 F2 qoysunuz fi düsturuna əsasən təyin olunacaqdır. Bundan sonraki qaydalar isə əsasən elə deyərdim ki, bu qaydadan doğan nəticələrdir. Deyək ki, bizə iki qüvvə vektoru verilibdir. Bu qüvvələr də bir-birlərinə perpendikulyar şəkildə, yəni 90 dərəcə bucaq altında yönəlmişlər. Bu zamanda əvəzləyici qüvvəni kök altında F1-in kvadratı, üstə gələk F2 kvadratı şəklində təyin edəcəyik. Yox, əgər qüvvə vektorları eyni istiqamətdə verilmiş olsaydı, əvəzləyici qüvvənin modulunu F1 üstə gələk F2 kimi təyin edə bilərdi. Yəni qüvvələri toplayardı. Yox, əgər qüvvə vektorları əks istiqamətdə verilmiş olsaydı, əvəzləyici qüvvənin modulunu onların fərqi ilə tapardıq. Məsələn, gəlin bir neçəsinə aid sadə nümunə deyək. Üçüncü qaydaya baxaq. Deyək ki, eyni istiqamətdə yönəlmiş 5 Newton və 10 Newtonluq iki qüvvə vektoru var. Bunların əvəzləyici qüvvəsi nəyə bərabər olacaq? 15 Newtona bərabər hesab olacaq. Dördüncü halımıza baxaq. Deyək ki, F1 10 Newtondur, F2 5 Newtondur. Əvəzləyici qüvvə nə olacaqdır? Bunların fərqinə bərabər olacaq. Dayandıq. Təkcə bizdən qiyməti deyil, həmçinin istiqaməti də soruşacaqdır. Əzizlərim, yadınıza saxlayın ki, əvəzləyici qüvvə hər zaman böyük qüvvənin istiqamətində yönəlir. Kimdir böyük qüvvə? 10 Newton. Hara doğrudur? Sağa doğru. Qutardı getdi. Deyəcəksən ki, əvəzləyici qüvvə 5 Newtonla sağa doğru yönəlmişdir. Tamam mı? Bunları da mütləq bilmək lazımdır. Və bax, indi gəlib çatmışıq kulminasiya nöqtəsinə. Əgər ortada bir kütlə varsa, hərəkətə qarşı müqavimət, yəni ətalət də var deməkdir. Bu anlayışlar bir-birindən ayrı deyil, əzizlərim. Yəni, kütlə ilə ətaləti ayrı düşünmək mümkün deyil. Amma diqqət edin, nə kütlə, nə də ətalət bunlar qüvvə deyirlər. Ətalət, belə izah edeyim sizə, motivasiyasız bir tələbə kimidir. Deyirsən, ay bala, dərs oxu, imtahan gəlir, deyir oxuyacağım, sabah ya da gələn ay. Bu cavabın da adı fizikada ətalət hesab olunur. Yəni, ətalət hərəkətə qarşı tənbəl bir müqavimətdir. Və onu dəyişdirmək üçün kənardan qüvvə, yəni həyatda bir motivasiya, bir təkan lazımdır. Unutmayın ki, kütləniz böyükdürsə, dirənməyiniz də güclü hesab olunacaqdır. İndi isə ətalət qanununu daha yaxşı anlamaq üçün maraqlı bir təcrübə aparacağıq. Əlimdə bir stəkan suyum, kiçik kartof parçam və kağız parçası var. Gəlin bu üçlü ilə maraqlı bir təcrübə aparaq. İndi gəlin kartofu bu kağız parçasının üzərinə qoyaq və kağızı dartanda gəlin görün nə baş verəcək. Vau, bir də fiyalında möhtəşəmdir.
bu kartof parçası burada dayanmışdı. Ben kartonu birden dartanda kartofun altındaki dəstə itdi. Amma topa birbaşa toxunmadığım üçün o yerində qaldı və düz stəkan içinə düşdü. Niyə? Çünki top hərəkətsiz idi. Yəni ətalət halındaydı. Dururdu və heç bir şey onu hərəkətə gətirməmişdi. Beləliklə Newtonun birinci qanunu müşahidə etdik. Duran cisim üzərindən qüvvə tətbiq olunmadıkça durmağa davam edir. Və davam edirik növbəti maraqlı təcrübəmizlə. Bu təcrübəmiz üçün hamımızın çox sevdiyi bir ədəd kartof, bir ədəd bıçaq. Aha, bıçağımız da biraz uzundur. Və bir çəkicə ehtiyacımız var. Bu üçlüyle gəlin görək nə edə bilərik. Öncələ gəlin bıçağı çəkiclə bu bıçağa zərbə indirəcəm. Zərbə indirdiyim təqdirdə gəlin kartofun buradakı hərəkətini müşahidə edək. Aşağı hərəkət edir, yuxarı və yaxud da ümumiyyətlə hərəkət etmir. Gəlin buna bax. Möhtəşəm. Bəli, çəkiclə güclü toxunuşlar etsəm də gördüyünüz kimi kartof eyni səviyyədə qalır. Yəni bıçaq isə aşağı hərəkət edir. Səbəb cisimlərin öz ətalət halını saxlamasıdır. Və digər bir təcrübədə görürsünüz ki, maşın sürətlə hərəkət edərək masanın üzərindəki örtüyü çəkir. Lakin cisimlər hərəkət etmir. Bu da Newtonun birinci qanunu isbatlayan təcrübələrdən biridir. Və beləliklə biz Newtonun birinci qanununu öyrənmiş olduq. Gəlin bir də rəsmiləşdirək işlərimizi. Elə hesablama sistemləri vardır ki, bu sistemlərdə cismə qüvvə təsir etmədikdə və ya cismə təsir edən qüvvələri bir-birini tarazlaşdırdıqda o sükunət və ya düzxətli bərabər sürətli hərəkət halını saxlayır. Newtonun qanunlarının ödənildiyi sistemlər ətalət və yaxud da inersiyal hesablama sistemi adlanır və bir məqamı da unutmayın ki, ətalət hesablama sistemlərində təcil hər zaman sıfıra bərabər olacaqdır. Tamamdır. İndi birinci qanunla bağlı bəzi qeydlər var. İstəyirəm sizə onlarla tanış edeyim. Birinci anlayışımız sıxlıqdır. Sıxlıq rho bərabər m bölünsün v düsturuna əsasən təyin olur. Belə deyə bilərik ki, vahid həcmə düşən kütləyə bərabərdir. Vahidi isə kiloqram bölünsün kubmetrdir. Gəlin vahidini yazaq burada. Rho'nun vahidi, kütlənin vahidi nə idi? Kiloqram, həcmin vahidi isə kubmetrdir. Tamamdır. İndi bu düsturdan biz kütlə nə tapa bilərik? Kütlə nəyə bərabərdir? M bərabərdir rho v-yə. Bizə başqa həndəsi fiqurlar da təbii ki veriləcəkdir. Məsələn, kürə formalı cisim verilərsə, kürənin həcmi bilirsiniz ki, v bərabərdir 3/4 pi kubu ilə təyin edirik. O zaman gətirib burada düsturda yerinə qoysa, baxın m bərabər rho v demişəm, düzdürmü? Yazaram ki, rho vurulsun, v-nin yerinə yazacağım 3/4 pi r kubu və isbat edirəm ki, kürə formalı cisimlərdə kütlə radiusun 3-cü dərəcəsi ilə düz mütənasibdir. Məsələn, deyəcək ki, radiusu 2 dəfə artıranda kütlə necə dəyişir? Deyəcəksiniz ki, 8 dəfə. Və yaxud da burada düz bucaqlı ola bilər, paralelipiped ola bilər və yaxud da burada kub ola bilər. Məsələn, kubun həcmini bilirsiniz ki, v bərabərdir a kubu ilə təyin edirsiniz. Yenə eyni ifadəni, eyni işləmləri burada aparsaq, deyə bilərək ki, kütlə kubun tili ilə düz mütənasib asılıdır. Və yaxud da paralelipiped ola bilər. Paralelipipedin həcmində v bərabər ABC düsturuna əsasən təyin olduğunu bilirsiniz. Yəni, yeri və zamanı gələndə doğru yerdə, doğru düsturdan istifadə etməyi bilmək lazımdır. Hə, əzizlərim, gəldik hava kimi, su kimi vacib məsələlərimizə. Deyilir ki, bizə bərk cisimlərin və mayilərin sıxlıqları kütlə və həcmdən asılı deyil. Siz düstura baxıb deyə bilərsiniz ki, müəllim, rho m-lə düz və ilə tərs asılıdır. Xeyr, əzizim, bərk cisimlərin və mayilərin sıxlığı kütlədən də, həcmdən də asılı deyil. Yəni, bir stəkan suyun sıxlığı ilə bir çən suyun sıxlığı da eyni olacaqdır. Yəni, nə kütlədən, nə də həcmdən asılı deyillər. Çox verilən suallardan biri də budur. Metroda gedərkən niyə irəli və ya geriyə doğru atılırıq? Təsəvvür edin ki, qatar Nərmanov stansiyasından üzü Bakmilə gedir. Qatar hərəkətə keçəndə sizə qatarın təcilinin əksinə bir ətalət qüvvəsi təsir edir əslində.
Bakimilə çatanda isə qatar tormozlanmağa başlayır. Bu zaman sizə yenə də sistemin təcilinin əksinə ətalət qüvvəsi təsir edir. Qatar hərəkətə başlayanda və yaxud dayanmağa başlayanda sizi geriyə yaxud irəliyə doğru atan məhz o yalançı qüvvədir. Yalançı qüvvəni ətalət qüvvəsi adlandırmışıq. Və nəhayət öz riyaziliyi ilə digərlərindən seçilən qanun ikinci qanun. Gəlin görək ikinci qanunda bizi nələr gözləyir. Cismin irəliləmə təcili ona təsir edən qüvvə ilə düz, kütlə ilə tərs mütənasib asılıdır. A bərabərdir F bölünsün M-ə. Buradan riyazi olaraq tapsaq, F nəyə bərabərdir? M-aya bərabərdir. Qüvvənin vahidi 1 newtondur. Beynəlxalq qismindəki əsas vahidi isə kiloqram vuraq metr bölək saniyə kvadratı olmuşdur. Əzizlərim, bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Baxın, bizə Newtonun ikinci qanunu deyəndə dərhal F bərabərdir M-a deməyin. Əslində bu deyiliş yanlışdır. Deyəndə deyirik ki, A bərabərdir F bölək M. Qüvvədirmi təcil yaradan? Yoxsa təcildirmi qüvvəni yaradan? Burada riyazi yazılış M-aya bərabərdir. Bu məsələdə diqqətli olmağınızı istəyirəm. Qrafiklərini zaten burada şəkildə görürsünüz. M-in sabit qiymətində A F-lə düz mütənasib asılıdır. F-in sabit qiymətində A M-lə tərs asılıdır. Yaxşı. Bəs kütlə qüvvədən və təcildən necə asılıdır deyə soruşsa, deyəcəksiniz ki, müəllim, kütlə nə qüvvədən, nə də təcildən asılı deyil. Tamam mı? Bunu da mütləq şəkildə yadda saxlamağınızı istəyirəm. Gəlirik növbəti hava kimi, su kimi qanunumuza. Əzizlərim, baxın, yadınızdadırsa birinci dərsimizdə biz danışanda demişdik ki, təcil təkcə sürət dəyişməsinin sadiq dostu deyil. Həmçinin əvəzləyici qüvvənin də sadiq dostudur. Hər ikisinin istiqamətləri eyni, qrafikləri isə oxşar olur. Məsələn, bu məsələdəki kimi. Deyək ki, bizə təcilin proyeksiyasının zamannaslıq qrafiki verilibdir. Əvəzləyici qüvvənin proyeksiyasının zamannaslıq grafikini istəsə, eyni qrafik olacaqdır. Bunlara mütləq şəkildə diqqət etmək lazımdır. Həm istiqamətləri, həm də qrafikləri oxşar hesab olunacaqlar. Növbəti qaydamız. Əgər düzxətli bərabər sürətli hərəkətdən söhbət gedirsə, bilirsiniz ki, düzxətli bərabər sürətli hərəkətə təcil sıfıra bərabərdir. O zaman təcil sıfıra bərabərdirsə, kimin dostudur? Əvəzləyici qüvvənin. Deyəcəksiniz ki, əvəzləyici qüvvənin proyeksiyası da, təcilin proyeksiyası da sıfıra bərabərdir. Baxın, qrafikimizi də bu şəkildə qeyd edərik. Yəni, bu qrafiklər arasındakı keçidlərdir. Bunlarda da diqqətli olmağınızı istəyirəm. Və gəldik işin ən maraqlı hissəsinə. Üfüqi müstəvidə iplə bağlı cisimlərə. Gəlin, bunu düstur kimi vermişəm, amma düstur kimi əzbərləməyinizi istəmirəm əslində. Gəlin özümüzdən qiymət verək. Deyək ki, M1 kütləli cismin kütləsi olsun 2 kiloqram, M2 kütləli cismin kütləsi olsun 4 kiloqram. Və bu iki cismi sağa doğru 100 newton qüvvə ilə dartırıq. Tamam mı? Ümumiyyətlə bir şey bilin ki, cisimlə ip arasında hər zaman gərilmə qüvvəsi yaranır. Tutaq ki, səndən buradakı gərilmə qüvvəsini istəyir əzizim. Tamamdır. Baxırsan nəyə? Ən sadə şəkildə gəlin tənasübdən həll eləyək bu məsələni. Baxın, mən müəyyən bir, yəni 100 newtonluq F qüvvəsi ilə bu ipi dartanda hansı cisimlər məndən gəlir? Hər ikisi gələcəkdə deyilmi? Həm M1 də gəlir, həm də M2 gəlir. O zaman deyərsiniz ki, 100 newtonluq bir qüvvə ilə cismi dartanda məndən kim gəlir? 6 kiloqram kütləli cisim gəlir. Bəs görəsən T gərilmə qüvvəsi ilə hansı cisimlər gəlir? Özündən əvvəlkinə baxın. Tamam mı? Kim var T-dən əvvəldə? 2 kiloqram kütləli cisim var. O zaman deyəcəksiniz ki, T də 2 kiloqramı dartır. Buradan da T-ni tapsaq nə alarıq? 100 vuraq 2 bölək 6. Yəni mən qiymətləri özümdən verdim, tam olaraq ədəd çıxmır. Ancaq bilin ki, bu tərs məsələləri düsturdan çox əlverişli şəkildə belə tənasüblə həll edə bilərsiniz. Burada da zaten elə tənasübdən çıxan nəticədir ki, düstur olaraq görmüş olursunuz. Növbəti gəlirik hamımızın baş bəlası, ancaq dimində hər il bizdən soruşduğu tərpənməz blok məsələsi. Əzizlərim, tərpənməz blokda bizdən nə istəyə bilər? Sistemin təcilini istəyə bilər, gərilmə qüvvəsini istəyə bilər, yer dəyişməni istəyə bilər. Bu tərs məsələlərdə addım-addım gəlin gedək. Birinci gəlin təcili tapaq. Bax, gəlin bir eləyək. Qiymət verək. Deyək ki, M1 kütləli cismin kütləsi olsun 2 kiloqram. 2 kiloqram, tamam mı? M2 kütləli cismin kütləsi olsun 8 kiloqram. Təcil tapmaq üçün Newtonun ikinci qanunundan istifadə edəcəm. Yazaram ki, A bərabərdir F əvəzləyici bölünsün M sistemi. Yəni,
Blok məsələsində təcili tapmaq üçün əvəzləyici qüvvəni sistemin kütləsinə bölmək lazımdır. Bəs yaxşı, əvəzləyici qüvvəni necə tapım? Əzizlərim, indi bundan sonraki dərsimizdə daha detallı şəkildə başa düşəcəksiniz bu məsələni. Ancaq bilmək lazımdır ki, bütün cisimlərin kütlə mərkəzindən yerə doğru mg ağırlıq qüvvəsi var. J-ni də çox zaman sadəlik olsun deyə bizə 10 metr bölü saniyə kvadratı verir. Yəni 8 kiloqram kütləli cismin aşağıya doğru 80 Newton ağırlığı var. 2 kiloqramın isə aşağıya doğru 20 Newton ağırlığı var. Və sağ tərəf sol tərəfdən daha ağırdır. Demək, sağ tərəf aşağı doğru bir təcili hərəkət edir. Sol tərəf isə yuxarıya doğru bir təcili hərəkət edir. Ki, zaten bunlar hər zaman bir-birlərinə əks yönəlirlər. Bilirsiniz ki, əks istiqamətli hərəkətdə də əvəzləyici qüvvə nə etmək lazımdır? Çıxmaq lazımdır. 80-dən 20-sini çıxana nə alacağım? 60. Yaxşı. Bəs sistemin kütləsi nə qədərdir? Blokdan neçə kiloqram kütləli cisim asılıbsa, sistemin kütləsi məhz onların cəminə bərabərdir. 2 və 8 elədi 10. Bu da mənə nəyi verəcək? 6 metr bölünsün saniyə kvadratını vermiş olacaqdır. Yaxşı. Bəs müəllim, təcili tapdım. Gərilmə qüvvəsini necə tapım? Əzizlərim, bir şey yadınıza saxlayın ki, bu ipdir. Eyni ipdə eyni gərilmə qüvvəsi olur. Keyfin istəyər sol tərəfdəki ipin gərilməsini tap. Keyfində istəyər sağ tərəfdəki ipin gərilməsi qüvvəsini tap. Heç bir fərqi yoxdur. Məsələn, deyək ki, mənim ürəyim istəyir sol tərəfdəki ipin gərilmə qüvvəsini tapmaq istəyirəm. Getdi. İndi burada fikir versəz görərsiniz ki, bu cisim yuxarıya doğru bir təcillə hərəkət edir. Demək ki, nəymiş? Bunu yuxarıya doğru dartan gərilmə qüvvəsi aşağı doğru olan 20 Newtonluq ağırlıq qüvvəsindən böyükdür ki, buna qalib gəldi, yuxarıya doğru darta bilir. O zaman riyaziyyatın qaydalarına əsasən böyükdən kiçiyi çıxıb, Newtonun ikinci qanunun riyazi ifadəsinə əsasən MA-ya bərabər etməliyik. Tamam mı? Yazaram ki, T çıxılsın 20 bərabərdir MA-ya. T çıxılsın 20 bərabərdir. M isə burada sistemin kütləsi deyil. Hansı tərəfə görə baxırıqsa, həmin tərəfin kütləsidir. Yəni sol tərəfdə kütlə nə qədərdir? 2 kiloqram. 2 vurulsun, təcil 6-dır. T də bərabərdir. Demək, 32 Newtona bərabər hesab olunacaqdır. Baxın bu şəkildə gərilmə qüvvəsini 32 Newton olaraq tapdıq. Yəni təkrar edirəm. Eyni ipdə eyni gərilmə qüvvəsi var. Sağ tərəfi də özünüz isbat edərək tapa bilərsiniz ki, gərilmə qüvvəsi həqiqətən də 32 Newtona bərabər imiş. Və gəldik bölməmizin sonuncu vacib qeydlərindən birindən. Tutaq ki, bizə müəyyən bir alfa bucağı ilə yönəlmiş qüvvə vektoru verilibdir. Üfüqi səthdə də M kütləli bir cisminizi görürsünüz. Bu zaman bizdən təcili istəyə bilər. Əzizlərim, təcili tapmaq üçün bilirsiniz ki, A bərabərdir, F böl M-dən istifadə edəcəm. Tamam mı? Amma qüvvə burada yer səthinə belə deyə paralel deyil, müəyyən bir bucaq altında yönəlib. Əgər müəyyən bir bucaq altında yönəlmişsə bu qüvvə vektoru, o zaman mən bu qüvvənin proyeksiyasını ayırmalıyam. Yəni, x oxu üzrə proyeksiyası mənə nəyi verir? F kosinus alfanı verəcək. Y oxu üzrə proyeksiyası isə mənə nəyi verəcəkdir? F sinus alfanı vermiş olacaqdır. İndi mənim burada Y oxu üzrə proyeksiyasından işim yoxdur. Mənim işim yer səthinə paralel olan qüvvə iləndir, Fx-ləndir. O zaman deyərəm ki, bu tərz məsələlərdə təcili tapmaq üçün x oxu üzrə proyeksiyasını kütləyə bölmək lazımdır. Yəni, F kosinus alfanı kütləyə bölmək lazımdır. Və bu şəkildə məsələmizi həll edə bilərik. Və gəldik Newtonun 3-cü, elə deyərdim ki, həyat kimi qanununa. Təsir, əks təsir prinsipi. Bilirsiniz ki, yer günəşi hansı qüvvə ilə cəzb eləyirsə, günəş də yeri eyni qüvvə ilə cəzb eləyir. Topu qapıya göndərən Messi topa hansı qüvvə ilə təsir edirdisə, top da onun ayağına eyni, amma istiqamətcə əks olan qüvvə ilə təsir edir. Və yaxud da əsəbləşəndə qolunuzun gücünü yoxlamaq üçün əlinizi divara vurmayın. Bilin ki, divar da sizin əlinizə həmin qüvvə ilə təsir edəcək və divarı təmir etmək daha tez başa gəlir. Beləliklə, Newtonun 3-cü qanunu biz öyrənmiş olduq. F1 bərabərdir mənfi F2 riyazi olaraq yaza bilərik. Diqqət etmənizi istəyirəm buradakı mənfi işarəsinə. Deyə bilərsiniz ki, müəllim, mən divara 20 Newtonluq qüvvə ilə təsir göstərirəmsə, divar da mənə mənfi 20 Newtonla mı əks təsir göstərir? Xeyr, əzizim, burada hər ikisinin ədədi qiymətini götürürsən. Sadəcə və sadəcə buradakı mənfi, yəni istiqamətin əksinə yönəlməsini göstərir. Yəni buna da diqqət etmənizi istəyirəm. Çox vacib bir qeydimizdir bizim. Və burada növbəti bir qeydimiz var. Deyir ki, bu qüvvələr
eyni təbiətlidir. Müxtəlif cisimlərə tətbiq olunduqlarından bir-birlərini tarazlaşdırmırlar. Yəni bir-birlərini eyni F qüvvəsi ilə cəzb eləyər və yaxud da eyni F qüvvəsi ilə itələyəcəklər. İndi bu qanundan doğan nəticəyə əsasən deyə bilərəm ki, təcillə kütlə qarşılıqlı tərs kəmiyyətlərdir. A2-nin A1-ə nisbəti bərabərdir M1-in M2-ə nisbəti. Təcillə tərs asılı olduğundan dolayı sürətlə də tərs asılı olacaq deyəcəm. Və ya deyərəm ki, V2-nin V1-ə nisbəti bərabərdir M1-in M2-ə nisbəti. Yəni qarşılıqlı təsir zamanı böyük kütləli cisim kiçik təcil, kiçik kütləli cisim isə böyük təcil almış hesab olunacaqdır. Və əzizlərim, gəldik Newtonun qanunlarının sonuna. Bilirsiniz ki, hər mövzunun sonunda 5 özünü yoxla testimiz var. Gəlin başladıq. Birinci sual bundan ibarətdir ki, K inersiyal hesablama sistemində cisim müəyyən H hündürlüyündən 3 saniyə müddətində düşür. Bu cisim K hesablama sisteminə nəzərən 15 metr bölü saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edən K' hesablama sisteminə nəzərən eyni H hündürlüyündən hansı müddətdə düşər? Baxın, bu əslində Newtonun birinci qanununa dayanır. Yadınızda saxlayın ki, bir inersiyal hesablama sistemindən digər inersiyal hesablama sisteminə keçəndə zaman, yəni müddət dəyişmir. Əvvəlində 3 saniyədirsə, digərində də 3 saniyə bərabər olacaq. Yazaram T bərabərdir 3 saniyə. Və gəlirəm növbəti bu ilin, yəni 2025-ci ilin qəbul imtahanına düşən bu suala baxmağa. Çox önəmli bir sualdır. Bəsit kimi görsənir, ancaq gördüyü kimi din beyaz sualları tez-tez sizdən istəyir. Deyilir ki, sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcilin onların kütləsinə asılılıq qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. Öncəliklə ikinci qanunun riyazi ifadəsini gəlin yazaq. F bərabərdir M A-ya. Tamam mı? Nə baxsaq qrafikimizə? Təbii ki, burada iki cür yanaşa bilərsiniz. Kefiniz istəyər təcili 4, kütləni ona uyğun 5 götürərsiniz. Kefiniz də istəyər təcili 2, kütləni ona uyğun 10 götürərsiniz. Heç bir fərq yox. Məsələn, mənim ürəyim təcili 4, kütləni 5 götürmək istəyir. O zaman nə edəcəm? 4-ü 5-ə vuracam, alacam nə? 20 Newton. Bax, təkrar edirəm. Bu sual qəbul imtahanına düşmüşdü. Belə, növbəti davam edirəm. Üçüncü sualımla. Deyilir ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi şəkildəki kimi yönəlmişdir. Bu cismin təcili hansı istiqamətdə yönəlmişdir? Nə dedim dərsin ta əvvəlində? Dedim ki, təcil təkcə sürət dəyişməsinin sadiq dostu deyil, həmçinin əvəzləyici qüvvənin də sadiq dostudur. Demişdik ki, bunlar eyni istiqamətlərdə yönəlir hər zaman və qrafiklər də eyni tip olur, oxşar olur adətən. Əvəzləyici qüvvə vektoru sağa doğru yönəlibsə, təcil vektoru da nə etməlidir? Sağa doğru yönəlməlidir. Yəni 3 istiqamətində yönəlmiş olacaqdır. Növbəti hamımızın baş bəlası bu proyeksiyalar. Niyə başa düşə bilmirik, bilmirəm. Yəqin ki, riyaziyyatdan biraz zəifliyimiz varsa, bu proyeksiyalarda çətinlik yaradacaq bizə. Deyilir ki, qüvvə vektorunun X və Y oxları üzrə proyeksiyalarını hesablayın. Proyeksiya nə deməkdir? Kölgəsi deməkdir. Ona paralel şəkildə o vektoru köçürtmək deməkdir. Gəlin birinci X oxu üzrə proyeksiyasına baxaq. Fikir verin, X oxu üzrə proyeksiyası bunun nə qədərdir? 1 ilə 4-ün arasıdır. Müsbət 3-dür deyəcəyik. Fx bərabərdir 3 Newtona. Y oxu üzrə proyeksiyasına gəlin fikir verin. Baxın, bu hissədir. Bu da 3 Newtondur. Amma necə 3 Newtondur? Fikir verirsiniz, Y oxunun əksinə doğru yönəlibdir. O zaman deyərəm ki, Y oxu üzrə proyeksiyası mənfi 3 Newtona bərabər hesab olunacaqdır. Və gəlirəm nəhayət 5 nömrəli sualıma. Deyilir ki, radiusları R1 bərabər R, R2 bərabər 2R olan 2 polad kürə qarşılıqlı təsirdədir. Onların aldığı təcillərin nisbətini hesablayın. Qarşılıqlı təsir zamanı bilirik ki, qüvvələr bərabərdir. O zaman gəlin Newtonun ikinci qanununu yazaq. A bərabərdir F bölünsün. Az öncə dərsimizin ta əvvəlində qeyd eləmişdim ki, kürə formalı cisimlərdə kütlə radiusun 3-cü dərəcəsi ilə düz mütənasib asılıdır. Yəni, R2 2R'dirsə, o zaman deyə bilərəmmi? M2 bərabərdir nəyə? 8 M1-ə. Qüvvənin sabit qiymətində təcillə kütlə tərs mütənasib asılıdır. O zaman yazaram ki, A1-in A2-yə nisbəti bərabərdir M2-nin M1-ə nisbətinə. Yəni 8 M1-in
M1-ə nisbəti mənə kimin verəcək? 8-i verilmiş olacaqdır. Və belə əzizlərim, gəldik bu bölməmizin də sonuna. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hər zaman dediyim kimi kanalımıza abunə olmağı, fikirlərinizi bölüşməyi, ən əsası paylaşmağı unutmayın ki, bu tərz videolarımızın davamı gəlsin. Və sonda bir qısa olaraq demək istəyirəm ki, baxın, fizikanı öyrənmək istəyirsinizsə, həmişə dediyim kimi, filmə baxarmış kimi baxmayın. Not dəftəri götürün, dediyim əsas hissələri qeyd eləyin, not alın, sonra öyrənin. Və təbii ki, bu dərsin sonunda mümkün deyil ki, siz fizikanı öyrənməyəsiniz. Yetər ki, disiplinli olun, motivasiyalı olun və doğru şəkildə, doğru yerdə dərsə qulaq asmağı bacarın. Sağollaşmıram, növbəti dərslərdə görüşərik. Özünüzə yaxşı baxın.